Dünyada ilk xalça festivalının Bakıda keçirildiyindən xəbərin var. Artıq ikinci dəfədir ki, beynəlxalq xalça festivalı Azərbaycanda keçirilir. Və bu xalça festivalına Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələri də qoşulur. Bu festivalın bəzədilməsinə içəri şəhərdə düz 400-dən çox xalça istifadə olunur. Bu festivalda İngiltərə, Almaniya, Yaponiya, Rusiya, Qazaxstan və sair kimi məşhur ölkələr iştirak edib. Festival içəri şəhərin əsas küçələrində əsl bayram abı havası ilə davam edir. Təsəvvür edin, bu festivalda 200-dən çox sənətkar xalça ustaları iştirak edib. Hər ölkənin öz nümayəndəsi öz əl işlərini çox gözəl sərgiləmişdi. Festival tam-tamına 3 gün çox maraqlı konsert abı havasında oldu. Ölkə olaraq incəsənətə belə töhfə verib qabağa getməyimiz məni çox sevindirdi. Mən festivalın ikinci günü qoşulmuşdum və bu qədər izdiham açığı gözləmirdim. Bu festivalda siz iplərin necə hazırlanıb, necə rəngləndiyindən tut, necə xalçanın toxunmasına qədər öyrənə bilərdiniz. Çox maraqlı və təcrübə dolu bir festival oldu. Festivalda balaca uşaqlardan tut, yaşlı nənə babalara qədər iştirak edirdi. Xalqımızın belə incəsənət festivallarına maraq göstərməsi məni çox sevindirdi. Ümid edirəm Azərbaycanın adı ilklərdə daha çox hallanacaq.